Bak 1801-ci ildən sonra bizim o iki ayrım kəndi, böyük ayrım, kiçik ayrım kəndi məcbur olub, çünki bu ayrım tayfaların psixologiyasında bir şey var ki, heç nədən heç kəsə təslim olmurlar. Və onlar ki, o torpaqlar Gürcülərə veriləndə, bunlar qismən oradan uzaqlaşıblar. Özdə gəlib heç yerə köç eləməyiblər. Gəlib Qazaxın İncə dərəsində köç eləyiblər. Mənim fərziyyələrimə görə o Qazaxda yol ki, o ermənilər ora köçürüləndən sonra o yaylaqlar bizim türklərin qismən yavaş-yavaş əllərindən alındı. 1828-ci ilə qədər sırf qədim türk tayfaları yaşayır orada. Və türklərin də özünə məxsus yaşayış yerləri olur. İndi bu saatda ermənilərin heç biri də cəsarət eləyib deyə bilməz ki, Şınıq, Axtala, Uzunlar, Sanayin ya böyük ayrım bizim kəndimiz oldu. Niyə? Buna bizə əsas verən bizim gözəl tarixçilərimiz var. Hamısı da bunu etiraf eləyir ki, türklər tarixən özdə dağ oğuzları həmişə yaşayış məkanlarını qayanın üstündə salıblar. Qayalar onların qala divarını əvəz edir. Bax, buna görə də mən böyük bir məmləkət olan bu saat tarixinin öyrənilməsi zəruri olan son itirdiyimiz və oradan köç eləyən ayrım tayfalarının biri Şınıq tayfalarının, Şınıqlıların taleyi məni narahat edir. Şınıqlıların oradan köç elədiyi qısa bir müddət, təxminən 160-170 ildən o yana deyil. Hətta mən sizə bax bir fakt deyim ki, 1964-cü illər idi, mən onda məktəbli idim. Bizim kənddən aralıda bağ sahələrimiz var idi. Atam dəmir yolçuydu, onun da bağ sahəsi var idi və orada da biz meyvədən araq çəkərdik, meyvə qurudardıq. Bizim bağlarda da bizə kömək eləyən atam rəhbər işləyirdi deyinə. O dəmir yolçular, bizim bağ qonşularımız bizə kömək eləyərdi bu məhsulların hazırlanmasında, yığılmasında. Və bizə də bizim bir bağ qonşumuz var idi. Polad adında bir erməni idi. Mən də xoşum gələrdi. Axşamlar orada bağda bunların yanında qalırdım, araq çəkilməsi prosesində iştirak edirdim. Və səhər də dururdum, bizim yaşayışdığımız kənddə oradan bir 5-6 kilometr aralı idi. Piyada qalxıb gedirdim, dərsə çatırdım. Bir gün bu kişi ilə söhbət eləyəndə, onda da o vaxtlar artıq o Şınıq erməni kəndi idi. Şınıqda bir nəfər də olsun Azərbaycanlı yaşamırdı. Özü də rayonun ən böyük kəndi idi. Bu Polad kişidən soruşdum. Polad kişi də o vaxtı 105 yaşı var idi. Özünün dediyinə görə. Və İrandan gəlmişdilər. Dedim, ay Polad kişi, sən ermənisən? Deyir, hə. Ben adı niyə Poladdır? Bu mənə dedi ki,
Oğul, hətta mən üzr istəyirəm, sünnət də olmuşam. Azərbaycan dilini də sizdən yaxşı bilirəm. Onda mənə dedi ki, mənim bir şeydən xoşum gəlir ki, ermənilər çox şeyi bizə mənbə verir. Tarixi verirlər, amma öz adlarına təqdim edirlər, öz adlarına çıxırlar. O mənə dedi ki, bizdə, mən onda bilmirdim. Deyirdi ki, o vaxtı bizdə mədrəsə olubdu. Mən mədrəsədə oxumuşam. Mən mədrəsədə oxuyanda deyir, bizim mədrəsədə oxuyan uşaqların yarıdan çoxu Azərbaycanlılar idi, türklər idi. Və bizə də dərsi türk dilində keçirdilər. Təsəvvür edirsinizmi? Bu da hansı dövrə təsadüf edir? Demək, təxminən 1850-60-cı illərə. Demək, bu erməni bizə düşməndir. Heç vaxtı bizim xeyrimizə, bizə məlumat verməzdi yalan. Həqiqəti deyib. Niyə biz o qədər aciz olaq ki, o vaxtı 60-cı illərdə ermənin bizə dediyi ki, burada yeganə mədrəsə idi ki, Şınıq kəndində idi. Hətta onu deyirdi ki, o, çünki ermənilər çox şeyləri, çox faktları bilirdilər. Hardan öyrənirdilər, necə öyrənirdilər. Hətta onlar köçməmişdən də bizim tariximizi, yerimizi bilib köçürdülər onlar. Və sonradan mən məlumatları böyüyəndən sonra aldım ki, demək, bu Şınıq kəndində 4 bəy olur. Bir kəndin, hər 2-3 kəndin bir bəy olanda, Şınıqda 4 bəy olur. Şınıq kəndinin elə o vaxtı bircə yolu olur. Bir də piyada cığırla qalxmaq üçün qayalardan bir yol olur. Yəni, bayaq dediyim kimi, türklər kəndi elə yerdə salıblar ki, düşmən hər vaxtı ora ayaq basa bilməz. Bir bizdə Gülzar adında qoca bir nurani, Kor Gülzar deyərdik ona. Elə bilirdik ki, bu qocalar bizdən savadsızdır, təhsil almayıblar, amma o Gülzar qarı ilə mən mala qoyuna gedirdim. Yol yoldaş olmuşdum. O qədər şeylər danışırdı mənə. O qədər maraqlı faktlar danışırdı. Bax, elə mən bayaq dediyim o Göydağ haqqında, bax, onun o vaxt mənə dediyi bayatılar bugün də yadımdadır. Əzzinəm Göydağa, göy enib Göydağa, dilək elə yetərsən, göy enibdi Göydağa. Bir də belə bir bayatı deyərdi. Əzzinəm Göydağa, qalxaydım Göydağa. Orada bir gözəllik var, göy düşübdü Göydağa. Yəni, səmanın özü düşüb göyün başına. Bax, bayaq mən dedim, fikir verdinizmi? Dedim ki, o əfsanənin özündə deyir ki, o dağın bir gözəlliyi var idi ki, yerlə göy bir-birinə qarışmışdı. Seçilmirdi. Göy haradı, səma haradı, dağ haradı. Bir-birinə qarışmışdı. Və o Göydağ haqqında bir şey də deyim, sonra fikrimizi davam eləyərik. O Göydağ haqqında bir də deyirdilər ki, o Göydağı, Tanrı o Səma dağını bu iki tayfa üçün ərmağan eləyir.
Onu da mənə qocalar danışardı. Bax o Gülzar qarı danışırdı ki, özünün yoldaşı yox ha. Qaynatasının adından danışırdı ki, mənim Şəldi adında bir qaynatam var idi. Şəldi də bizdən bir 4-5 nəsil əvvəl yaşamış. Özü də onlar Qazaxdan köçəndə çox imkanlı olublar, böyük qoyun sürülərindən gəlib. Bizim də o ərazidə ən böyük yaylaq yerimiz Ləlvər dağı olur. Ləlvər dağı haqqında da sizə bir şey deyim ki, bax, Lələvər dağı, Lələ dağı. Yəni Lələ dağı nə deməkdir? O da müqəddəs dağ olur. Qəribədir ki, biz haranı axtarsaq, hara əl atsaq, o Lori mahalı dediyimiz, niyə deyirəm Lori mahalı dediyimiz? Mən inanmıram oranın adının Lori olduğuna. Orada müqəddəs bir qala da var, böyük bir qala var, tarixi qala. Lori qalası, bəlkə yəqin eşitmişsiniz. Lori qalası erməni, Rus mənbələri əsaslandırılmış faktlarla yazırlar ki, Lori qalası 1065-ci ildə, 11-ci əsrdə tikilib. Mən də oradakı tikililərin memarlıq üsullarına baxanda və türk tarixçilərindən, türk kitablarından oxuduğum sənədlərə baxanda ki, onlardakı türk, Səlcuq türklərinin memarlıq üslubudur. Və onda adam qənaətə gəlir ki, Alp Arslan 1067-ci ildən hakimiyyətdə olur orada. Ona qədər də Alp Arslanın atası Səlcuq türklərinin hakimiyyətdə olur. Və mənim də qənaətim elədi ki, elə bu qalanın özünün də həm də o Lori qalasının özünün ərazisi bu saatda məlumdur. Qalanın divarları bu saatda durur. Çox əzəmətli qaladır, üslubu da məlumdur ki, türk üslubudur, özdə Səlcuqların memarlıq üslubudur. Bu danılmaz faktdır. Tarixdən də bizə 11-ci əsrdə Səlcuq türk dövlətinin yaranması, Anadolu'da Anadolu Səlcuq dövləti var. Olub, mövcud olub. Bizim elə tarixlə əlaqədar biləndə, öyrənəndə, bax bu saatda ən böyük heyvandarlıq, ən yaxşı qoyun cinsləri Qazax mahalında formalaşır. Və Qazaxın özündən də qoyun sürüləri, xüsusən də o Qazaxın İncə dərəsindən qoyun sürüləri Ləlvərə gedərdi. Deyilənə görə Qazaxdan çıxan qoyun sürülərinin başı Ləlvərə çatanda Ləlvər dağından, o yurt yerlərindən İncə dərəsinin arasındakı məsafə 60 kilometr. 60 kilometr məsafə qoyun sürülərindən dolarmış. Və bunu görən İncəlilər təzdən öz yurt yerlərinə qayıdırlar, qədim yurt yerlərinə. Və
hardasa 1840-cı illərdən yenidən o 28-ci ildən sonraki ermənilər ora köçəndə deməli məcbur olub buranın keçmiş sakinləri, o ayrım tayfaları gəlib yenidən burada öz ayrım kəndlərini saldılar. Alaverdi rayonunda özdə Loru mahalının böyük bir hissəsi Alaverdi rayonunun ərazisidir. Özdə Alaverdi rayonunun ərazisində bir dənə erməni adında məmləkət yoxdur. Sonradan salınan məmləkətlər var. O da 1828-ci ildən sonra salınan kəndlərdir. O da tarixdə məlumdur. Birinin adı Toğetdir, birinin adı da Göçkən. Onların heç birində bizim türklərə aidiyyatı yoxdur. Görürsünüz adları da və yaxud onların salındığı yerdə. Şınıq kəndindən paralel yanaşıdır bu Toğet dediyimiz kənd. Amma Toğet kəndi qayadan, o çay qırağı, hündür qayalardan təxminən bir 4-5 kilometr dağlara doğru, dağların ətəyində salınır. Sanayin körpüsü ilə bağlı sizə çox maraqlı şeylər deyim. O Ləlvər dağının ətəyindədir. Bir tərəfi Sanayin qəsəbəsidir, bir tərəfi də dağlara dirənir. Özü də qəribədir ki, Sanayin tərəfdə o Sanayin də yox, çünki Sanayin erməni sözüdür. Sanahan da oranın adı. O da türk sözüdür, o da türklərə birləşir. Demək, o Sanahan kəndindən körpüyə gələndə körpü at qalxmaq üçün, fayton qalxmaq üçün pilləkəndir. Amma dağa dirənəndə o biri tərəfdə, Ləlvər dağı tərəfdə. Bax, bu körpünün tikintisi də məlumdur, tikildiyi tarix də məlumdur, il də məlumdur. 1050-ci ildə, 51-ci ildə körpü tikilib. Mən sizdən soruşuram. Bax, burada körpü Alaverdidən qalxır. Alaverdidən Sanayinə qalxanda körpüyə ehtiyac yoxdur. Amma körpü salınıb, gedib Ləlvər dağına dirənir. Və o Ləlvər dağına da biz neçə illər yurt yerimiz olub. O körpüdən istifadə eləməmişik. O körpü türklərin idi, yaylağa türklər gedirdi. Ermənilərin mən qoyun saxladığını, qoyun sürüsü olduğunu görməmişdim. Köhnələr də, tarixlərimiz də, tarixçilərimiz də deyə bilər. Onlar bununla məşğul olmurdu. Müsəlmandan alıb, özünə lazım olan vaxtı sonra da başqası. Yəni, o bir kənd təsərrüfat heyvanlarını saxlamayıblar onlar. Bununla məşğul olmuyorlar. Bax, ermənilər deyir ki, Axtala qalası. Axtala qalasının tarixini verirlər bizə. 6-cı əsrin sonu, 7-ci əsrin əvvəlləri. 6-cı əsrin sonu, 7-ci əsrin əvvəllərində oralar Göytürk İmperiyası haqqında yəqin təsəvvürümüz var. Bax, Göytürklərin xəritəsi. Həmin ərazilər, Xəzərin o üzü də bu üzü də bizimdir. Göytürklərin ərazisidir. Və Göytürklərə məxsus olan yerdə, Bilgə xaqanın dövründə bu qalanı
kim tikdirə bilərdi? Bir Çin tarixçisi var. Demək, bu Çin tarixçisinin Sina Sayan Çin səddini bizim qəhrəmanlıq tariximiz kimi türklərin təqdim eləyir. Amma biz öz Hun türklərimizi, öz qədim babalarımızı köçəri sayırıq, işğalçı sayırıq, dövlət olmayan sayırıq. Amma Sina Sayan yazır ki, Hun türkləri öz uzun tarixləri ərzində güclü, yekdil dövlətlər yaradıblar. Özü də Türk imperiyaları. Türk imperiyası yaradırsa bu adam və Türk imperiyasının əraziləri Hun imperiyasının, sonradan da Göytürk imperiyasının 1.300.000 kvadrat kilometr biraz dərinə gedəndə dünyanın quru torpaqlarının hardasa 5də biridir. Bu boyda ərazidə Türk imperiyası yaradan xalqa yerli əhali deməmək olarmı? Bax, bizim tarixə, bizim öz türklərimizə, türklərin tarixinə, özümüzün baxışımız mən elə gəlir düz deyil. Necə olur Çin tarixçisi, Çinlə biz düşmən olmuşuq, müharibə aparmışıq. Amma Çin tarixini, Çin tarixçisi yazır ki, Oğuz Xaqan, ona başqa millətlər onu tarixdə təqdim edirlər. Mete xan. Mete türk adı deyil. Necə olur ki, bax, Hun imperiyalarının 800 il tarixi dövrdə o imperiyaların dağılıb, böyülüb. Bu imperiyalar dağılsa da, yenidən birləşsə də, Ötkən şəhəri tarixən onların paytaxtı olur. Biz deyir ya, Atilla başqa nəsildir, başqa adamdır. Oğuz Xaqan başqadır. Göytürklər bunların nəsli deyil, ayrı türklərdir. Səlcuq türkləri ayrıdır. Amma tarixən dinləri də birdir, tutduqları ərazilər də birdir. Dövlətdir, Türk imperiyasıdır. Əzəmətli imperiya yaranıb, əzəmətli imperiya, əgər əzəmətli bir 7, 8, 9, 10 Türk dövləti olmasa və əzəmətli Atilla kimi sərkərdəsi olub, o dövlətləri bir imperiya şəklində birləşdirməsə necə yarana bilərdi? Ona görə də mən istərdim ki, biz tariximizə, tarixi yaddaşımıza, axtarışlarımıza əsl tarixi baxımından yanaşaq. Mən elə gəlir ki, bax, istəyir bu bizim o tarixçi dövrlər, sərkərdələrimiz. Çünki biz o Hun dövlətlərin tarixini öyrənməsək, onların ərazilərini öyrənməsək və bizim ərazilərdə hakim olan o qüdrətli sərkərdələri tanımasaq, biz öz tariximizi necə düzgün araşdıra bilərik? Bilməyəcəyik də. Necə ki, Alparslanın qurduğu o əzəmətli Səlcuq Türk dövləti, mənə elə gəlir ki, bax, bugünkü o əzəmətli, indi arxalandığımız, özümüzə böyük qardaş saydığımız Türk dövlətinin yaranmasında o Səlcuq dövlətinin, o
Anadolu dövlətini, Anadolu Türk Səlcuq dövlətini, Türk dövlətini əvəzsiz xidmətləri, əvəzsiz tarixi xidmətləri olubdur. Biz bu şəkildə yanaşmasaq tarixə, öz tariximizi öyrənə bilməyəcəyik.